Salam, xoş gördük. Çoxdan da hazırlamaq istədiyim zefir resepti axır ki hazırladım və sizinlə bölüşürəm. Çox gözəl və dəqiq reseptdir. Mən burada böyük ölçüdən istifadə etmişəm. Əgər az ölçüdə hazırlamaq istəyirsinizsə və birinci dəfə hazırlayırsınızsa, onda bu ölçüləri, miqdarı, yəni 2-yə bölün və istifadə edin. İnanın ki, çox dadlı və ləzzətli olur və dəqiq reseptdir. Keçirəm hazırlanma qaydasına. Mən 4 ədəd yumurtanın ağından istifadə etmişəm. Yəni 140 qramdır burada yumurta ağı. Üzərinə 300 qram şəkər əlavə edirəm. Yumurta ağı ilə şəkər yaxşı-yaxşı qarışdırıram. Daha sonra yumurta ağı ilə şəkəri biraz isidəcəm ki, şəkər həll olsun, yəni ərisin yumurta ağının içərisində. Və elektrik peçinin aşağı xoduna qoyuram. Əlimlə də qabı tez-tez yoxlayıram ki, görüm isinirmi. Biraz isinən kimi qabı götürürəm və qoyuram bir kənara. İndi isə keçirəm siropu hazırlamağa. Burada 200 qram şəkərdir, 250 qram sudur və 300 qram da alma pürəsindən istifadə etdim. Mən alma pürəsini hazırladım özüm. Əgər hazır vəziyyətdə sizdə varsa, ondan istifadə edə bilərsiniz. Bir də mağazadan aldığım 100 qram da bal əlavə etdim. Bir də 3 paçka mən agar-agar istifadə etdim. Hər paçka da 10 qramdır. Və qoyuram yenə elektrik plitasının üzərinə. Qarışdıra qaynamağını gözləyirəm. Artıq görürsünüz burada qaynayır. Qaynamağa başladıqdan sonra temperaturu tam yendirirəm aşağı. Yəni hardasa 3-ə qoyuram və orada yavaş-yavaş o başlayır qaynamağa. Eyni zamanda da yumurta ağının mikseri artıq qoşuram və mikser başlayır çalmağa. Burada yarım çay qaşığı limon duzu əlavə etdim ki, yumurta ağı daha yaxşı köpsün, yaxşı olsun. Eyni zamanda yenə deyirəm, alma pürəsini də yaddan çıxarmırıq qarışdırmağı. Burada alma pürəsi artıq hazırdır. Hər ikisi 7 dəqiqə, alma pürəsi 7 dəqiqə qaynadı və mikserdə 7 dəqiqə yumurta ağını çaldı. Və alma pürəsini bura isti şəkildə ehtiyatla yavaş-yavaş əlavə edirəm. Mikserdə bir tərəfdən çalır. Artıq görürəm ki, artıq yumurta ağı tam bərkiyib, kıvama gəlib və mən 2 qab götürürəm. Bir qabda sarı rəng, bir də qabda da qırmızı rəngdən istifadə edirəm. Bu işləmi artıq tez-tez etmək lazımdır ki, çünki zefir tez soyur və soyuyan kimi də aqar başlayır bərkiməyə. Ona görə də bu işləmləri tez-tez etmək lazımdır. Artıq qırmızı rəngli, sarı rəngi də etdikdən sonra mən burada 3 torbadan istifadə edəcəm. Birinci torba mənim bir tərəfi qırmızı, görürsünüz, torbanın kənarlarına qırmızı rəngi etdim, bir kənarına da sarı rəngi. Yəni bu torba məndə 3 rəng olacaq. Ağ, qırmızı, sarı. Digər torbalar isə təkcə sarı rəng, o biri torba təkcə qırmızı rəng və bu şəkildə etdim. Kənarlarına rəngləri qoyduqdan sonra keçirəm. İndi artıq mikseri dayandırmışam və torbanı başlayıram tez-tez doldurmağa. Dediyim kimi 3 torba əmələ gəldi məndə. Bir də ki, məndə tort bəzəkləri qoymaq üçün hansı ki nasatkalardan istifadə edirəm. Mən 3 müxtəlif nasatkadan istifadə edəcəm. Bu belə bir şəkildədir. Yəni piyon gülü deyirlər buna. Bu şəkildə qoyuram. Görürsünüz bu şəkildə. Bu məndə qırmızı rəngdir deyəsən. Axıra yaxın isə ağ rəng alınıb. Çünki axıra yaxın mən rəngi torbanın kənarlarına yaxa bilmədim. Gördüyünüz kimi bir ağ şəkildədir burada. Yenə deyirəm, bu işləmləri tez-tez etmək lazımdır. Bu isə ikinci nasatkadır. Sadəcə ağ və sarı rəng güllər qoyuram. Bu şəkildə. Çox asandır, yumuşaq şəkildə qoymaq olur, yəni bərk deyil. Qoyduqdan sonra, gülləri qoyduqdan sonra, gözlədikdən sonra zefir başlayır bərkiməyə. Burada 3 rəngdir, sarı, qırmızı, ağ rənglər. Yenə dediyim kimi, bu işləmləri tez etmək lazımdır. Çünki zefir soyuduqca aqar-aqar bərkiyir və bu da zefirin yumuşaq alınmasını gətirib çıxarır. Hamısını qoydum bu şəkildə və hardasa 6 saat gözləməliyəm ki, qurumalıdır. 6 saatdan sonra üst hissəsi quruduqdan sonra keçirik, çöndəririk, alt hissəsi quruyur. Əgər, onu da deyim ki, zefiriniz yaxşı alınmazsa, zefiri yenidən qaba yığıb, mikrovalnovkaya qoyub, yenidən əridib mikserlə çala bilərsiniz və yenidən güllər qoya bilərsiniz, onu da deyim.
Artıq mən, alt hissəsində qurutduqdan sonra bir gün üzərindən keçir və bir gün üzərindən keçdikdən sonra indi sizə göstərəcəm. Artıq tam quruyub zefirlər. Burada gördüyünüz kimi sizə göstərirəm. Həm üstü, həm altı çox gözəl quruyubdur. Və tam quruduqdan sonra şəkər pudrasından istifadə edib alt və üst hissəsini pudra ilə etmək lazımdır ki, yəni bir yerə yığdıqda bir-birinə yapışmasın. Bu onun üçündür. Yəni quru şəkildə olsun. Əgər nəm halda şəkər pudrasını edərsinizsə, onda üstündən biraz keçdikdən sonra, bir vaxt keçdikdən sonra o başlayacaq qırılmağa. Ona görə tam quruduqdan sonra şəkər pudrasını sürtmək lazımdır. Bu şəkildə edirəm. Əgər çox saxlamaq da istəyirsinizsə, onda bu şəkildə şəkər pudrasını edib konteynerlərə yığıb siz dondurucuda 1 ay saxlaya bilərsiniz. 1 ay ərzində yəni yemək olar. İçərisini sizə göstərirəm. Görürsüz necədir? Əlimlə də qırıram. Həm yumşaqdır, həm də ki elastikdir. Çox gözəl alınıbdır. İzlədiyinizə görə təşəkkür edirəm.